Salam əziz dostlar, elektrik şitinin yığılması haqqında video çəkməyimi xahiş etmişdilər. Burada ən sadə sistemdə kabelləşmə ilə çəkilən 16 modulluq bir elektrik suvaq daxili elektrik şitinin quraşdırılmasını izah edəcəm. Bu elektrik sistemini başqa bir usta yoldaş çəkmişdir. Sadəcə bunun quraşdırılmasında dəstək istədi. Mən isə onu izah edirəm. Deməli, bura elə bir kiçik bir obyektdir ki, burada torpaqlamaya ehtiyac olmayıb deyə sarı zolaqlı naqillər atmayıblar. Sadəcə 4 mm çapında olan mavi və qırmızı naqillərdən, otaqlardan gələn və yaxud da kondisionerdən gələn naqillər bu elektrik şitinə daxil olmuşdur. Əsas bəslənmə xətti şabaldı və mavi rəngdə 6 mm-li naqillərdir. Elektrik şitinin ilkin ən sadə formatda yığılma prinsipi belədir. Deməli, bu şitdə bir ədəd girişdə qısa qapanmaya nəzarət ümumi giriş avtomatı B kateqoriyalı 32 amperlik giriş avtomatı qoyulub və əsas bəslənmədən gələn 220-nin fazası girişdəki B32 avtomatın üst hissəsindən daxil olur, aşağı hissəsindən çıxıb can-güdən releyinin üst hissəsində in, giriş, aşağısında out yazılır. Yəni giriş, çıxış. Üst hissəsi mütləq girişdir. Üst hissəsindəki L düyün nöqtəsinə daxil olur. Çünki qatı axım releylərində cəryanların toplama qanunu var. Yəni girişdəki və çıxışdakı cəryanların cəbri cəmi bərabər olmalıdır. Ona görə də mütləq şəkildə əsas qidalanma üst tərəfdən daxil olmalıdır və həmin can-güdənin qatı axım releyinin aşağı hissəsində, yəni L düyün nöqtəsinin öz istiqamətində, öz sırasında aşağı hissəsindən fazanı götürüb güc avtomatlarının üst hissəsindəki körpüləmə yerinə, faza körpüləmə yerinə daxil edirik. Bəslənmədən gələn 0 isə birbaşa qatı axım releyinin üzərindəki N 0 girişinə daxil olub və qatı axım releyinin aşağısındakı, yəni 0-un öz sırasındakı çıxış 0-undan 0 götürüb 0 darağına, 0 terminala daxil edirik. Otaqdan gələn naqillərin qırmızılarını güc avtomatlarının aşağı hissəsinə qoşuruq, 0-larını isə 0 darağa daxil edirik. Bu ən sadə formatda ilkin olaraq öyrənmək üçün elektrik şitinin yığılma prinsipidir. İrəlidə isə daha mürəkkəb elektrik şitlərini releylərlə yarım avtomatika tipində ibarət olan yığılışlı mürəkkəb şitlərin də videolarını çəkəcəm, sizinlə paylaşacağım. Videoları bəyənin, kanala abunə olun, zəhmət olmasa. Bu həmən videodakı elektrik şitinin sadə formatda yığılışının sxematik olaraq izahıdır. Belə bir sxem hazırladım həmən videodakı şitin yığılış tərzinə uyğun. Deməli, bu əsas giriş bəslənmə xəttidir, gərginlik verilən xətt 220 volt, yəni faza həm 0. Burada həmən videoda görsəndiyi kimi bir ədəd girişdə tək fazlı B kateqoriyalı 32 amperlik avtomat qoyulub. 220-dən gələn faza giriş avtomatın üst hissəsindən daxil olur. Yanında isə qaçı axım releysi UZO can-güdən qoyulub. İnsan vücuduna 30 mA cəryan axını olduqda dövrəni kəsir. Yəni giriş əsas qısa qapanmaya nəzarət avtomatı, qısa qapanma olarsa bu avtomat atır. İnsan vücuduna cəryan axını olarsa bu reley dövrəni kəsir. Qaçı axım releysi, can-güdən reley, RCB, UZO əsas giriş faza xətti, 220-dən gələn faza xətti əsas birinci giriş avtomatın B kateqoriyalı 32 amperlik avtomatın üst hissəsinə daxil olur. Alt hissəsindən isə çıxır. Can-güdən releyinin, yəni qaçı axım releyisinin üzərində bəslənmədən yəni 220-nin 0 isə qaçı axım releyisinin üstündəki adətən sol tərəfdə verilən N0 düyün nöqtəsinə daxil olur. Qaçı axım releyisinin aşağısından 0-un N çıxışından 0 çıxır. Naqil vasitəsilə 0-u 0 darağına, neytral terminala, yəni darağa vermək lazımdır. Sonra isə qaçı axım releyisinin aşağı hissəsində, yəni öz istiqamətindəki L yazısını, yəni faza düyün nöqtəsinin öz istiqamətindəki çıxışından fazanı götürüb gətiririk güc avtomatlarının, otaqlar üçün qoyulan güc avtomatlarının, B və C kateqoriyalı avtomatların üzərinə daraq körpüləmə hissəsinə daxil edirik. Otaqlardan gələn, məsələn, otaq 1, otaq 2, otaq 3, bunlar işıqlanma da ola bilər, rozetka da ola bilər, hər hansısa biri kondisioner ola bilər. Məsələn, C kateqoriyalı kondisioner qoyulub, B-lər isə rozetka və işıqlanmadır. Göy qırmızı naqillər olur. Otaqdan gələn naqillərin qırmızıları, yəni faza rolunu oynayan olacaqlar. Qırmızılar şitdə qoyulmuş güc avtomatlarının, otaqlar üçün nəzərdə tutulan avtomatların aşağı hissəsinə bağlanır. Fazalar aşağı hissəsinə bağlanır. 0-lar isə 0 terminalına, darağa gedir, daxil olur. Bu ümumi elektrik şitinin ən sadə formatda yığılış prinsipidir. Əgər burada torpaqlamalar da atılsaydı, burada hər birinin yanında bir sarı, yaşıl zolaqlı naqillər də ola bilərdi. O zaman burada şitin içərisində bir ədəd torpaqlama darağı terminalı qoyub, həmən torpaqlama naqillərini də ora aparıb bağlamaq olardı.